Soruşulur ki, düşmənlərdən, ermənilərdən qalan əşyalar bizə halaldırmı? Burada aydınlıq gətirilir. Mənim oğlum Xan kəndində işləyir. Oradan ermənilərdən qalıb zaryadkadan bəzi əşyalar atılır çölə, israf olur, onları istifadə etmək olar. Ümumiyyətlə, bilmək lazımdır ki, düşmənlərdən qalan mal şəriətdə qənimət sayılır. Qənimət də dövlət başçısı, müsəlman əmiri, dövlət başçısı onu özü paylaşdırır. Əsasən də ya döyüşdə iştirak edən qoşunların arasında, ya da ki, necə məsləhət görür, başqa cürdə paylaşa bilər. Amma başqa insanlar, istər vuruşanlar, əskərlər, və yaxud da başqa məsələ vətəndaşlar o malı götürüb özü mənimsəyə bilməz. Bu qadağandır. Hətta böyük günahlardandır. Çünki Allah Subhanahu wa Taala deyir ki: "Və men yağlul yati biğalle yevmil qiyamah." Yəni kim qəniməti icazəsiz götürübsə, qiyamət günü onunla gələcək və onun günahını daşıyacaq. Ona görə də qulul həm qəniməti icazəsiz götürmək, həm də xəyanətdir. Ona görə düzdür, belə xırda şeydir, amma yenə də ən yaxşısı nədir? Sizin halınızda. Siz orada aidiyyətli qurumlardan soruşun. Ya polisdir, ya icra hakimiyyətidir, bilmirəm. Kim bu işə baxır? Onlardan soruşa bilərsiniz ki, belə şeylər biz götürə bilərik, ya yox. Onlar desələr ki, götürün, istifadə edin, azı götürə bilərsiniz. Yox, onlar desələr ki, məsələn, müəyyən bir yerdə gətirin, ora yığın, təhvil verin, onda dövlətə tabe olun bu məsələdə və icazəsiz götürməyin.